Sağ ol, xoş gəlmisiniz. Arkadaş menü zad lazım değil. Bir tane büyük, normal böyle kebabdan zatdan getir. Kıymetin fərqi yok. Cavab istəməli. Nəsə böyük, başa düşdüm. Özde vaxtım azdı, tez elə. Şef. Nəsə pullu müştəri gəlib. Buna nəsə pişir də. Nə bişirim? Usta, tək oturub. Pulda da problemi yox da. 5 nəfərlik metrlik kebab setindən pişir də bir də. 20 dəqiqə hazır. Dünən gəldin. Şef, səndən bir dənədir. Əlbəttə ki, məndən bir dənədir. Nə deyirəm ki, şef, əlbəttə səndən bir dənədir. Bax belə. İsti kebab yağlı fəti, isti kebab yağlı fəti, doymaq olmur yenə gətir, doymaq olmur yenə gətir, qırlarını al. Metrli kebab set hazırdır. Sağ ol ey şef. Deyirdim də səndən bir dənədir. Öz bu nədir? Yeməkləri anır. Narahat olmayın müəllim, hər şey hazır. Demişdiniz nəsə böyük olsun. Metrlik 5 nəfərlik kebab seti. Buyurun nuş olsun. Hələ bildin də, özüm bilərəm, nuş olsun, nə olsun. Ay qardaş, mənim hesabım nə qədər elədi? Hamısını yeyib qutara bilmədim. Çox idi, amma əla idi. Başa oldu, doya bildi. Qaldı. Hamısı yedi. Yox, qaldı. Sizdə müəllim 68 manat. Ha, pul problem değil, kartla olacaq ödəniş. Müəllim ödəniş keçmədi. Kartınızda pul yoxdur. Nətər yəni yoxdur? Ha, pulun yoxdur? Hə, pərpətən, özünə gəl. İndi vacib adama zəng eləyəcəm, həll olunacaq hər şey. Nə deyir mən? Mən o bedel edirdim, mənim kartımda pulum yoxdur. Sən mən pul ata bilərsən. Sağ ol. Hadi, təzdən bu. Vəssalam. Keçdi müəllim. Təşəkkürlər. TikTok'da hesabım var. Hesabımı böyütmək istəyirəm deyirsənsə, Google'a daxil ol, takipçi.com yaz. Bu sayt vasitəsilə hesablarına bəyəni, izlənmə, takipçi göndərə bilərsən.